Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir saç maşını təmirə gətiriblər. İşığı yanır, amma işə düşmür. Biz bunu bərpa edəyək, orta nəticəni bir yerdə izləyək. Açırıq, açmağa davam edirik. Şurupları da açdıq. Problem mühərrikdədir. Gördüyünüz kimi ağır fırlanır. Demək, mühərrik işlədi. Ona görə işlədi ki, boğaz hissəsi kirlə tutulmuşdu, zaklint olmuşdu. Açdıq. Yəni bizdə nədirsə odur, yəni yalandan nəysə burada dəyişmirik. Bir hissəni ayrı-ayrılıqda təmizlədik. Bu hissədə olan plasmas qırılıb. Bunu da bərpa eləyəcək. Həmən bu prujini saxlayandı. Bu hissəni bərpa elədik. Bu hissələri də bağladıq. Demək, zaten zərətka yığırdı, yəni yenə də işləyir zərətka öz yerində. Mühərrikdə işlədi. Bu da balaca kloka, vakum klokuna qoyub müştəriyə təqdim edəcək. Bu qədər. Çox sağ olun izlədiyiniz üçün.